Deməli başlayırıq birinci sualın izahından. Şərtdə deyir ki, əçob bölünsün əbaba tapılır. Əçoba əbaba bölündə bizə verir C-ni. C-ni tapmaq üçün ne edirəm? 60'a ayıram sadə oruqlara. 80'i de ayıram sadə oruqlara. Ortaqlara alıram kuru qab. C bizdə olurdu ortaq olmayanların hasili. 4'ü çavururam 12. Cavab olur devam. 2 dünyanın anasının sualı ad üslətinə aid olmayan bu 4 dənə nöqtədir. Cavab. Şərtdə deyir ki, polipedin həcmini tapan həcm A vur, B vur, C. A vur, B vur, C. Cavab olacaq 60. Baxırsınız 4'ə. Mənfi 4/3'də 2 bizdə ədəd oxunur. Mənfi 4 ilə mənfi 5 arasında yerləşir. Olacaq sizdə D variantı. Ədəd oxunmalı göstərir. Mənfi 4'dür, sonra mənfi 5. Yerləşdiysə bax buradır. 5-ci sual. 4A kvadrat B bölünsün C. Böləndə tərsinə vururuq. A kvadrat B'lər gedir. Bundan da bunun biri gedir C. 4'ü 4C'yə vururam. 16C. Baxsız 6'ya. A ilə B-nin birləşməsini C ilə kəsişdiririk. A ilə B-nin birləşməsi 1, 2, 3, 4, 5, 6'dır. C ilə kəsişdirirəmsə kəsişmədə var 3, 2, bir də 5. 2, 3, 5 variant. 7'də. Yer üst bucağın bir daxili bucağı 44'dür. Xarici bucaqlarından biri 138'dir. Onda bunun daxilisi olacaq 42. 4 ilə 42 eləyir 86, buna da qalacaq 94. Ən kiçik daxili bucaq olacaq 42. Həqiqi köşklərin sayı diskriminantla tapılır. B kvadrat çıxılsın 4A-sı. Olacaq 36 çıxılsın 48. Diskriminant mənfi alınır, deməli həqiqi kökü yoxdur. Diğer neçəsi tək olanlar 55'dir. Sonra 303'dür, 399'dur. Sana soruşur 3 tane. Burada kvarta üstadında birincinin kvadratı çıxılsın 2 vur birinci vur ikinci üstə gəl ikincinin kvadratı üstə gəl 20 kök altında 6. Bu 25 vur 2'dir, yəni 50'dir. Buranı vuranda 2'ni 5'e vuram 10, 10'da 2'ye vuram 20. Kök altında köştü kök 2'ye vuranda 6. Bu da 4 vur 3, 12. Bunlar gedir. Bunun qabağındakı işarə müsbətdir. Ay 50'dən 12 çıxanlar. 62'dir. A variantı. 9'da 63 götürmeliyiz. 9'un sualda. 63. Onda 4 tane. Sonra baxırıq 11'ə. 5 anı çıxardıram. Qalır x kvadrat çıx 4. Vuruqları ayırım. X çıx 2, x üstəcək 2. A variantı. Burada bu 40 dərəcədirsə, dövs olur bunun 2 katı. 80 dərəcə. B variantı. İndi diqqətlə baxışda unutsan. Şərtdə bizə deyir ki, 2 ay ərzində satılmış notebook, printer, mouse, skanerin bizdə aylıq şeyləri yazılır, gəlirlər. İndi bir də mənə bax. Notebook, printer, mouse, skaner. Yanvar, fevral. Notebook bax burada dayanıb yanvarda 10. 10'da başlayıb gedib 50'yə qədər. Fevralda 40. Printer 20'yə qədər gəlib. Sonra 20'də başlayıb 50'də dayanıb 30. Mouse 40'a qədər gəlib. 40'da başlayıb 100'də dayanıb 60. Skaner 40'a qədər gəlib. Sonra 40'da başlayıb 70'də dayanıb. Bu da oldu 30. Sonra nədir? Yanvar ayında satılmış skaner və printer. Yanvardakı skaner və printer. Elədi 60. Fevral ayında mouse notebook. Mouse notebook. Bu da elədi 100. Deyir 60 100'ün neçə faizdir? Orada olacaq 60 faiz. Yəni devam edir. 14. Hər tərəfi vururam 10'a. 4'ü 10'a vuranda 40. Bunu 10'a vuranda bunlar gedir. 2'ye vurulmuş sayılıram. Burada da 10'a vuranda 10'la 2 gedir. 5'e vurmuş sayılıram. Sadəcə qabaqda mənfi var. Olacaq mənfi 5x, 2 dənə mənfi müsbət verir. Üstəcəl 25.
Mənfi x bərabərdir mənfi 17, x alıram 17. Oy. 15. 2-3 ilə düz mütənasibdirsə, biri 2K-dır, biri 3K. Deyir, Cunaya Arifdən 10 kürəcik çox verilib. 3K-dan 2K-nı çıxıram 10. Onda K neçədir? 10. Cəmi neçə kürəcik? 5K. 5-i vururam 10-a. Cavab neçə olur? 50. Yəni B variantı. Ən böyük rəqəmlər də 99-dur. Məxrəci 33 olan ən böyük düzgün kəsir 33-də 32-dir. Cavab olacaq 96. İndi baxın buna. Şərtdə deyir ki, mərkəzi koordinat başlanğıcında olan iki nöqtə uyğun olaraq, iki çevrə uyğun olaraq A6 0, X6'da Y2 0, B0 mənfidir. Bu da bu nöqtə, düzdürmü? Bax, elə bir iki dənə çevrədir. Biri atıram, buradan keçir. Biri də tutaq ki, yeni mərkəzi olan. Biri də tutaq buradan keçir. Düzdürmü? Şərtdə deyir ki, A nöqtəsi 6-0'dır, B nöqtəsi də budur. A, OB tuzağının sahəsizdir. İndi bu bayağı çeşitlərimi silirəm ki, təmiz görürsünüz. O çevrə yəni artıqdan verilib ki, siz çaşdırsın. Bu A'dır, bu B'dir, bu da O'dur. Siz bu üç tuzağının sahəsizdiniz. 6'da 4'dür. Bu da koordinat başlanğıcı olduğu için 90'dır. Sahə 2'də 1 AB'dir. Sadəcə özləri belə verib ki, uşaqlar çaşsınlar, tapanmasınlar. 18. Bir ədlərdə dərəcənin cəmi deyəndə, cəmin dərəcəsi böyük olan götürülürdü mü? İndi birinin dərəcəsi 6'dırsa, o biri mütləq ki 18 olmalı ki, böyük olaraq 18 götürürsünüz. Aydın da uşaqların çoxu çıxıb 12 yazırdılar. O bir hədlinin bir dənə dərəcəsi olsa, deyərəm ki, x-inki 6'da, onda y-inki 12 olmalıdır. Amma ayrı-ayrı bir hədlərin cəmi olur çox hədli. Çox hədli də böyük olan götürülür. Böyük olan götürüldüyü üçün biri 6'dırsa, o biri 18 olmalı ki, mən dərəcəni 18 götürürüm. A, B, C. M-in AC-yə paraleldir. AC 40'dır. C-in 18'dir, B-in 12. İndi bu oxşarlıqdır. Yadınızda saxlayın. Bu balaca üçbucaq böyüyü oxşardır. İndi bax, bu balacanın tərəfi neçədir? 12. Böyüyünki 30'dur. Balacanınki M-indir. Böyüyünki də 40'dır. 6'ya çarparım. 2, 5. 5 M-in bərabərdir 80'ə. Oradan M-ini alıram 16. 20. Çarpaz vuram. X üstəcə 2y bərabərdir 4y. X bərabərdir 2. X'in yerinə 2y yazıram. 2y ilə y-in cəmi 3y. Hər tərəfdə 3'ə bölürüm. Bu 6 tam nə qədərsə eləyir, bu da 2 tam nə qədərsə. Ən kiçik 2'dən böyük 3 götürəsiniz. 21. Aysel'in 17 bədii, 18 elmi kitabı var. O kitabların 10'unu sattıktan sonra 17 üstəcə 18 neçə kitabım var? 35. 10'unu satıramsa yerdən əsas qalır 25. Onda məxrəzi 25 yazacağım. Seçdiyi kitabın elmi kitab olması. Elmi 18 idi, neçəsi satılıb bilmirəm. Ehtimal nədir? 5'də 2. 18 8 10, oradan da x tapırsa 8. 22. Ana, qız. Ümumi 62'dir. Deyir ki, ananın yaşını x deyirəm, qıza y. 4 il əvvəlki yaşı. 4 il əvvəlki yaşı çıx 4. 6 il sonraki yaşı üstəcəl 6. 3 dəfə çoxdur. Onda böləndə 3 edir. 3y üstəcəl 18 bərabərdir. Deməli, x çıxılsın 4. 3y çıx x bərabərdir mənfi 22. Əvvəldəki x ilə y-in cəmi 62 idi. Toplayanda bunlar gedir. 4y 62'den 22 çıxıram 40. Y alıram 10. Y 10'sa onda 62'den de 10'u çıxacam. Olacaq 52'də 10. 23. Akif'in 2100 tapşırığı var 15 günü. 2100'ü bölürəm 15'e.
Eliyəcək günə 140 dənə tapşırıq. Elnurun 1800 tapşırığı var 20 günü. 1800'ü bölürəm 20-yə, eləyir günə 90 tapşırıq. Neçə gün işlədiklərini bilmirəm, ikisini də x-a vururam. Qalan sual sayını tapanda ümumidən bunu çıxırlar. Deyir, qalan sual sayıları bərabər olur. Deməli, mənfi 50x bərabərdir, mənfi 300, x alıram 6. 24. Perimetri 20, tip uzağı 60 olan bərabər yanlı trapesiyanın diagonalı oturacağına 30 dərəcəli bucağındadır. Bərabər yanlısı 60-da burada 30, 60, bura olur 90. 30'un qabağına A desəm, 90'ın qabağı olur bizdə 2. 60'ın qabağı olur A kökü altında 3. Bu indi 60 idi. Aşağı 30'da burada 30'dur, burada 30'dur. Təzən A-dırsa, burada A-dır, burada A-dır. Perimetr olacaq A, 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 2A, yəni 5. Oradan A-nı tapıram 4. Kiçik oturacağı istəyirdi, cavab 4. Ən son bu. Demişdik, sahələrin nisbəti tərəflər nisbətinə bərabərdir. Bu da 3, 4. Onda biri 3K'dır, biri 4K. Ümumi yox. AMB'ni verir. AMB 3K'dır. Yəni bu. Verib 60. Onda K olacaq 20. ABC'də 3K ilə 4K'nın cəmi 7K'dır. Bizdən ümumini istəyir, 7'ni vuram. 20'ye cavab olacaq 100.